Rəqəmsal iqtisadiyyatın yaşıl keçidi, Azərbaycanın enerji və innovasiya strategiyasında yeni mərhələsini intellekt, yaşıl enerji və iqtisadi səmərəlilik, qlobal rəqabətdə Azərbaycanın Smart İqtisadiyyat Hədəfləri Prestvazın analitik qrupu, 2026-cı ilin ortaları üçün qlobal iqtisadi trendləri və Azərbaycanın bu proseslərdə tutduğu yeri təhlil edib. Rəqəmsal transformasiya və yaşıl enerji texnologiyalarının sintezi ölkə iqtisadiyyatının diversifikasiyası üçün yeni bir strateji istiqamət kimi çıxış edir. Dünya iqtisadiyyatı hazırda ikili transformasiya dövrünü yaşayır. Rəqəmsallaşma və dekarbonizasiya, karbonsuzlaşma. Azərbaycan bu proseslərdə sadəcə enerji təchizatçısı deyil, həm də texnoloji yenilikləri tətbiq edən bir ölkə kimi çıxış edir. Rəqəmsallaşma və enerji səmərəliliyi rəqəmsal iqtisadiyyatın ən vacib komponentlərindən biri olan süni intellekt, ağ və böyük verilənlərin Big Data enerjiyə qənaət sahəsində tətbiqi kritik əhəmiyyət kəsb edir. Smart idarə etmə. Enerji paylayıcı şəbəkələrdə ağ vasitəsilə itkilərin minimuma endirilməsi və istehlakın optimallaşdırılması artıq real iqtisadi nəticələr verir. İstehsalatda avtomatlaşdırma, sənaye müəssisələrində rəqəmsal ikizlərin digital twins tətbiqi resurslardan səmərəli istifadəni təmin edir. Yaşıl texnologiyalar və iqtisadi rentabellik Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə tətbiq etdiyi yaşıl enerji zonası konsepsiyası qlobal miqyasda nümunəvi bir modelə çevrilir. Günəş və külək enerjisi. İnteqrasiya olunmuş rəqəmsal sistemlər vasitəsilə bərpa olunan enerji mənbələrinin enerji sisteminə dayanıqlı qoşulması həyata keçirilir. İnvestisiya cəlbediciliyi, yaşıl iqtisadiyyata yönələn rəqəmsal həllər, beynəlxalq investorların diqqətini daha çox cəlb edir. Çünki bu ekoloji dayanıqlılıq, ESG standartları ilə savadlılıq analitik qrupun müşahidələrinə görə texnoloji keçidin ən vacib halqası insan kapitalıdır. Yeni peşə standartları, rəqəmsal və yaşıl iqtisadiyyatın tələb etdiyi mütəxəssislərə ehtiyac. Ölkədə yeni təhsil və təlim platformalarının, xüsusilə enerji jurnalistikası və iqtisadi analitika sahəsində inkişafını stimullaşdırır. İstehlakçı davranışı. Artıq yerli istehlakçılar da enerji səmərəli məhsullara və rəqəmsal xidmətlərə daha çox üstünlük verir ki, bu da bazarda yaşıl tələbatı artırır. Gələcək hədəflər və strateji yol xəritəsi Azərbaycanın qarşısında duran əsas məsələ. Bu transformasiyanı bütün iqtisadiyyat sektorlarına yaymaqdır. Davamlılıq, rəqəmsal həllərin sadəcə iri korporasiyalar deyil, kiçik və orta sahibkarlıq, KYB subyektləri tərəfindən tətbiqi. İqtisadiyyatın ümumi rəqabətə davamlılığını yüksəldəcək. Qlobal inteqrasiya, qlobal təchizat zəncirində Azərbaycanın yeri məhz bu rəqəmsal və yaşıl texnologiyaların tətbiq sürətindən asılı olacaq. Nəticə Prestvaz analitik qrupu əmindir ki, 2026-cı il Azərbaycan iqtisadiyyatı üçün texnoloji dayanıqlılıq ili kimi xarakterizə edilə bilər. Rəqəmsal idarə etmə və yaşıl enerji texnologiyaları arasında qurulan bu yeni balans ölkənin iqtisadi müstəqilliyini daha da gücləndirəcək və beynəlxalq enerji bazarlarında Azərbaycanın mövqeyini daha strateji səviyyəyə qaldıracaqdır. Təhlil və araşdırma Prestvaz analitik qrupu tərəfindən hazırlanıb. Prestvaz, Azərbaycanın etibarlı informasiya mənbəyi.